Hər vaxtınız xeyir olsun əziz dostlar. Bugün qarşınıza yeni mövzuyla gəlmişəm. Ruh niyə yorulur və biz bunu niyə gec başa düşürük? Hər kəs düşünürəm belə bir halla rastlaşıb. Əgər rastlaşıbsa, bu videonu sona qədər izlə və öz fikrini axırda bildirərsən. Biz düşünürük ki, yorulan bədəndir, amma yorulan ruhdur. Ruh bizə üfürülən bir duşa deyirik ona, ruslar. Ruh bizə üfürülür və biz ölümsüzük. Ruh ölümsüzdür. Bədən sadəcə avatar bizə. Üzerimizdə indi bu gəzdirdiyimiz sümükdən, ətdən paltarımız bizim avatarımızdır. Əsas bizim ruhumuzdur. Və ruh bu dünyaya gəlməmişdən öncə proqramlarını seçir, insanları seçir, ölkəni seçir və siz bunu yaddaşınızda xatırlamırsınız. Yəni yaddaşda yazılmır. Karmik borclar var ki, onlar hansı dərslər keçilməlidir falan. Ona qədər ruh artıq bilir. Problem nədir? İnsanlar niyə yorulur? Niyə istirahət edəndə bu keçmir falan? Ona görə ki, biz problemi bədəndə axtarırıq. Amma əsas problem bizim içimizdədir və bizim ruhumuzdadır. O içəridə bizə nə deyir? Əslində üsyan edir. Biz bunu boğuruq. Çox vaxtı sosial mediayla, başqa kinolarla falan, yəni əyləncələ qaçırıq bundan. Amma bu müvəqqəti bir haldır ki, biz bastırmaq istəyirik onun içimizdə. Çox təəssüf ki, biz dediyim kimi özümüzü dinləyib əslində bizim yəni ruhumuzun nə istədiyini eşidə bilmirik. Çünki biz sakitdə qala bilmirik, qorxuruq. Mən də bunu düzün desəm yaşamışdım. Məndə belə bir period vardı ki, mən qaçırdım, özümdən qaçırdım. Nə bilim, sosial mediayla başımı qatırdım. Nə bilim, başqa, yəni içki, spirtli içkiləri yox. Buna vəsait görmürəm ümumiyyətlə, spirtli içki mən istifadə eləmirəm. Spirtli içki haqqında qısa bir şey deyim sizə. O ruhu yaradandan ayıran bir şeydir. 40 gün ərzində bilirsiniz də yəqin ki. Spirtli içki qorxulu tərəfi odur ki, ruh Allahla əlaqəsini kəsir və ən qorxulu da budur. Çünki ruh əlaqəsi olmalı daim yaradandan. Ruh nə vaxt yorulur? Dediyim kimi, siz onu eşitməyəndə ruh sizi çağırır, nə istədiyini, siz onu bastırırsınız, nələrsə, əyləncənə falan və ruh o zaman başlayır sizi belə deyim, içərdən deyir sizə, mənim nəsə ürəyim sıxılır falan, belə bir hiss olur içərdə. O ruhun bir içərdən sizə ötürdüyü mesajdır ki, qayıt. Sevmədiyin işi görəndə, hisslərini boğanda, özünə qarşı sərt olanda, bunlar ruhu yoran amillərdir. Sən özündən zəif düşəndə, əslində sən heç də zəif bir varlıq deyilsən. Çox güclü bir varlıqsan, ona görə ki, sən ruhdan ibarətsən və ölümsüzsən. Sən özündən uzaq düşəndə, sən nə üçün həyatda yaradılmısan, missiya üçün, ondan uzaq düşürsən. Deyir, bəzi insanlardan eşidirəm, mən bilmirəm nə işlə məşğul olum. Yaxşı, necə bilmirsən ki, sənin artıq ruhun nəyi, bu dünyada hansı
insanların hansı işi görəcəyi belə seçib. Missiyam var. 1000 dənə arqument eşidirəm. Mən vaxtıkən bunları çox araşdırmışam. Fəlsəfi tərəfini, psixoloji tərəfini araşdırmışam. Dini tərəfini araşdırmışam. Düzdür, indi də araşdırıram. İndi daha çox mən Quran tərəfindən baxıram. Yəni İslam tərəfindən baxıram. Başqa bilgiləri istifadə edərək də, yəni psixologiyanı istifadə edərək, filosofiyanı istifadə edərək. Qeyd eləmişəm burada. Hə, qısa istərəm video alınsın, siz də yormayın. Amma çox dərin mövzudur. Danışardım bu haqda çox, amma istəmirəm siz də yorum. Sizə bir həll yolunu deyim. Həll yolu dayanmaqdır. Özünü dinləməkdir. Kiçik addımlar atmaqdır. Özünə qarşı yumuşaq olmaqdır. Dayanmaqla nə deyirəm? Bugün nə isə plan qurmusunuz. Vacib işlər bizi görürsünüz, hansı ki o sizə mütləq onu görməlisiniz. Ondan sonra özünüzə bir vaxt, bir zaman ayırırsınız. Heç nəsiz. Telefon yoxdur. Yəni qoyursunuz cibinizə, çıxırsınız, gəzirsiniz. Yaxşı olar ki, gəzən vaxtı, o haqda mən bir sizə video çəkərəm inşallah. Gəzən vaxtı bir dəftər götürün. Elə bir gələn insightları yazın. Çünki beyin sakit olacaq, düşüncələr gələcək. O qədər yorursunuz ki özünüzü telefon, social media, nə bilim, 1000 dənə şeylə. Sözünüzü eşitmirsiniz, oradan içəridə insan gedir. Yəni onu qeyd edirsiniz gəzərək. Nə bilim bir bulvarda falan fərq etmir. Yazırsınız. Sonra axşama oturursunuz. Hər bir yazdığınız şey nə yazmışsınızsa, nə insightlar gəlibsə, gəzən vaxtı, nə bilim, 1 saat, yarım saat. Orada artıq başa düşəsiniz. Aha. Onda daha dərin onu anlayacaqsınız. Ki, burada bunu istəyirdi. Mən bunu etdim. Bu mühümdür. Və sonda bəzən ən böyük güc davam etmək deyil, özünə qayıtmaqdır. Yəni sən rutində özünü itirəndə özünə qayıtmalısan. Yəni rutin səni o qədər yorur ki, sən özündən uzaqlaşırsan. Və özünü ignore edəndən sonra bu çəkdiklərim başına gəlir. Yəni xoşbəxtlik hissi istəmirsən. Həyatın dadı itir. Və nə üçün yaşayıram? Mən yaşamaq istəmirəm kimi bir hallar gəlir. Sevinç hissi sənin içindən bir sözlə gedir. Əgər mövzu sənə marağınsa, bura qədər səbrin çatıb dinləmisənsə, zəhmət olmasa komment bildir və mövzunu yaz. Sən də zəhmət olmasa hansı mövzu haqqında istəyirsən video və kanalda bu kimi dəstək olmuş olarsan, düşünürəm. Çox sağ ol dinlədiyin üçün, növbəti görüşlərə qədər. Özünə yaxşı bax.